Ötən sujetlərimizdə Tovuz rayonunun dağ kəndləri olan Çeşməli, Mollalılar, Məşədi Vəlilər, Həsənli, Abbasqulular, Papaqçılar kəndinin avtomobil yollarının acınacaqlı və bərbad vəziyyətdə olması ilə bağlı sujet təqdim etmişdik. Həmin sujetimizdə Çeşməli və Həsənli kəndlərinə gedən körpünün və qəzalı vəziyyətdə olması ilə bağlı məlumat vermişdik. Hazırda isə adı çəkilən kəndlərə şad xəbər. Bu kəndlərin avtomobil yolları asfaltlaşdırılır və məlumat üçün bildirək ki, asfalt yolu Gədəbəy rayonunun Novosaratovka kəndinə də davam edəcək. Yolun çəkilişinə sevinən isə əsasən sürücülərdir. Artıq gördüyünüz kimi Çeşməli kəndinin yolu acınacaqlı vəziyyətdən, bərbad vəziyyətdən artıq təmir aparılıb, yəni yol artıq düzəlib. Bu da sakinlərin sevincinə səbəb olub. Bax, ötən il biz burada çəkmişdik, yol bərbad vəziyyətində necədir? Əla. Asfaltdan çox əla olar. Allah razı olsun. Hər birinizdən, bu yol çəkənlərdən də, qazımız da olsa ta yaxşıdır, qaz da versələr. Maşına ziyanlıq eləyirdi yol əvvəlki vəziyyət. Təbii ki, ziyanlıq eləyirdi. Periodok yığılırdı, təkərimiz, maşınımız dağılırdı. Yol indi nizamlanır. Allah kömək olsun hər birinizə. Yolda iş gedir. Allah sizdən razı olsun. İşıqlandırdınız. Biz sizə minnətdarıyıq. Canınız sağ olsun. Çəkənlərin də Allah işıqlı gününü eləsin. Çox sağ olsun. Minnətdarıyıq prezidentimizə. Bu işinizi rahatlayır, heç olsa yolun düzəlməsi. İnşallah ki, yaxşı olar. Gözləyirik. Demək olar ki, yol bəli çox bərbad vəziyyətdədir, amma indi işlənilir də hazırda hardasa bir həftəyə Həsənlinin yolu başlamaq üzrədir. Qeyd edək ki, adı çəkilən yolun təmiri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 28 nömrəli yol istismarı MMC tərəfindən aparılır. Bu barədə televiziyamıza məlumatı qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli verib. Bilirsiniz ki, kəndlərarası avtomobil yollarının yenidən qurulması regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində öz həllini tapır və bu proqram çərçivəsindədir. Son illər Tovuz rayonu ərazisində 7 avtomobil yol layihəsinin icrası həyata keçirilib, yekunlaşdırılıb və cari ildə də Çataq, Çeşməli, Mollalar, Məşədi Vəlilər, Həsənli, Abbasqulular, Papaqçılar, Güvəndi, Lazılar, Novosaratovka avtomobil yolunun yenidən qurulması icra olunur. Dövlət investisiya proqramı çərçivəsində bu yollar ümumilikdə Tovuz və Gədəbəyin ərazisini əhatə edir. 24,6 km uzunluğa malikdir. Ümumilikdə 13 yaşayış məntəqəsini birləşdirən yollardan söhbət gedir ki, bu yaşayış məntəqəsində də 20 mindən artıq əhali yaşayır. İlkin olaraq qeyd edim ki, maliyyə vəsaiti ayrılıb o yollarda yenidən qurma işlərinin start verilməsinə. Hal-hazırda yollar boyu torpaq işləri icra olunur, yeni yol yatağı inşa olunur, yolun genişləndirilməsi, profilə salınması, 4-cü texniki dərəcəyə uyğun olaraq da yol əsasının inşası tərəfimizdən icra olunur. Könül Kazımova, Kamran Əskiparalı bugün informasiya proqramı üçün.